Salam əziz abituriyentlər. İxtisas seçimi ilə bağlı bir çox suallar verilir və hər kəs bildirir ki, bəs ixtisas seçimini etmişik, ancaq dəqiqliyi bilmirik. Baxın bir söz deyim. Əgər siz bal sıralamasına və plan yerinə baxıb ixtisas seçimi etmisinizsə və ya bunu sizə kimsə eləyibsə, orada nəticə qazanmaq şansınız çox azdır. Səbəb ondan ibarətdir ki, plan yerinin sayına uyğun olaraq, belə deyim, balların sıralanmasından yerləri yazacaqsınız, dayanacaqsınız qırağa. Ancaq sizin statistikadan belə deyim, anlayışınız olmayacaq. Necə? Misal üçün, siz baxmalısınız özünüzü deyək ki, mənim var 450 balım və mən ona uyğun olaraq bir ixtisas seçmişəm. 450 bala uyğun ixtisas seçmişəm. Və mənim seçdiyim ixtisasın deyək ki, balı 420 baldır. Və bəzən olur, biz uşaqlarda və abituriyentlərdə arxayınçılıq var. 30 bal məndə yuxarıdır, mən ora düşdüm. Başlayır özünə təmtəraq qurmağa, qeydiyyat eləməyə, heç kimə fikir vermir, vecinə də deyil. Amma orada bir nüans var. 20 plan yeri var imiş. Buna diqqət eləməyib şagirdimiz. 20 plan yeri və ortada belə bir məsələ var. Həmişə mən bu sözü demişəm. Biz bugün 420 bal toplaya bilərik. 420'lik yeri 450 balla da yaza bilərik. Ancaq ortada bir məsələ var. Maddi imkanı zəif olanlar, çətinlik çəkənlər əsasən çalışırlar ki, həmin ixtisasın pulsuzunu qeyd eləsinlər. Yəni, deyək ki, 1-3-4 nəfər onlar qeydiyyat eləyəndən sonra əsas ixtisasa düşə bilməyənlər, istədiyi ixtisasa düşə bilməyənlər o yeri yazıb, oranı tuturlar. Bəzən bunu necə yazırlar? Sırf universitetə girmək xatirinə. Misal üçün, elə tələbə, abituriyent tanıyıram ki, heç 6 ay bir semestr oxuyur və öz sahəsini sevmədiyini bildirir və yenidən nə etmək istəyir, hazırlaşmaq istəyir, həmin yeri tutduğu yerdən imtina edir və onun arzusunda olan şagirdlərimiz o yeri tuta bilmir və çöldə də qala bilir. Yəni, bu cür nüanslar var. Ona görə də hər an nəyəsə görə sevinməyin. Ən birinci ixtisas seçiminin ən üstün cəhəti ondan ibarətdir ki, siz daha çox çalışmalısınız. İxtisas seçimində diqqətli olmaq lazımdır. Əgər ixtisas seçimi üçün müraciət etmək istəyirsinizsə, buyurub vaxt itirməyin. Və bir nüansı qeyd edin. İxtisas seçimi zamanı əgər siz, məsəl üçün ixtisas seçimi sizə olunub, sadəcə arxain deyilsiniz və bu ixtisas seçimini yoxlatmaq istəyirsiniz. Əlbəttə ki, bu şansınız var. Buyruq yoxlatdırmaq üçün müraciət edə bilərsiniz. Sizlər üçün yoxlama 25 manat. 25 manat ödəniş edirsiniz. Sizin bütün ixtisas seçimində neçə faiz şansınız var, sıralamada nə səhv, nə düzdür, hər birini detallı şəkildə izah edirəm. İlk 10'a aiddir bu. Yəni ilk 10'da nə varsa hamısını izah edirəm. Ondan sonraya heç nə izah eləmirəm, çünki onun artıq qiymət dəyişirilir. Yəni ilk 10'luğun yoxlaması 25 manatdır. Yəni, arxain olduğunuz ilk 10'luğu göndərirsiniz və mən sizin üçün onu yoxlayıb, sizin orada şansınızı dəyərləndirirəm. İnanıram ki, sizlərə dəstəyim güclü olacaq. İxtisas seçimi üçün müraciət eləmək istəsəniz, bugün mənim, belə deyək, valideynimin 70 yaşı olur, atamın. Və ona görə hər birinizə kampaniya elan edirəm. Əgər bu ayın 17'si gündüz saat 12'ye qədər sizin vaxtınız var. Hər bir müraciət edən ilk 70, yəni ümumilikdə 70 nəfərə, hər birinə ixtisas seçimi 70 manatdan. Yəni bu, belə deyim, qaçılmaz bir fürsətdir. Bu fürsəti əldən qaçırtmayın. Bu kampaniyadan yararlanmağa tələsin. İnanıram ki, hər biriniz üçün ixtisas seçimi çox taleyinizdə rol oynayır. Və ona görə də, o deyir, bugün siz imtihanda bir qələmlə yazdığınız yazılarla və kompüterdə işarələdiyiniz, ştrixlədiyiniz vərəqlərlə qələmdə uğur qazanmağa çalışdınız. Ancaq indiki qələm çox ağırdır. Niyə? Şans bir dəfədir, yazılma bir dəfədir. Ona görə burada siz çalışın, belə deyim, bəzən olur valideynlər. Burada nə var ki, eləyirlər və uşaqları yüksək bal toplamağına baxmayaraq ixtisas seçimində uğursuzluğa düşər olurlar. Keçən ildə belə olub, bundan əvvəlki ildə hər bir kəs çalışır ki, özüm eləyəcəm. Ancaq ortada belə bir məsələ var. Özüm eləyəcəm deyə bir şey yoxdur. Özüm eləmək başqa şey. Yüksək balın olsa,
Amma sən 450 bala qədər bal yığmısansa, burada sənin həm riskin çoxdur, həm də kəsilmə şansın çoxdur. Niyə? Yaxşı ixtisasların balı tez-tez dəyişir və onun uğrunda mübarizə kəskinləşir. Siz bu gün apardığınız mübarizədə məğlub olsanız, artıq sizin bir daha şansınız qalmayacaq. Növbəti turlarda artıq bir dəfə də boş qalan yerləri olsa, orada artıq limitli olur həmişə. Yəni ingilis dili üzrə götürülür və 40 bal limit olur. Uşaqların çoxsa 38-37 ilə yaxşı bal yığsalar da çöldə qalırlar. Bütün bu prosesləri nəzərə alıb həmişə çalışın. Birinci tur ən yaxşı turdur. Niyə? Ən çox uğur qazanmaq üçün, ən çox irəliyə getmək üçün şansdır. Səbəb ondan ibarətdir ki, birinci turda həm plan yerləri çoxdur, həm də şanslar çoxdur. Hesablama falan hər bir şey rahatçılıqla olur. Ancaq ikinci turda isə sabitlənmiş formadır. Yəni harda vakansiya yer varsa, uyğunsansa mübarizə əzmi olur. Elə insanlar var ki, elə abituriyentlər var ki, yaxşı bal yığsalar da uğursuzluğa düçar olur və sırf qınaq obyektinə düşməmək üçün nə edirlər? Seçim eləyirlər. Yəni bu seçimləri eləməkdə məcburiyyətdən seçim eləyirlər, amma fakt oranını istəmirlər. Sadəcə müəyyən vaxtlıq valideynləri belə deyim ki, rahatlaşdırırlar. Sonra öz istəklərini deyirlər və həmin yerdən imtina edirlər. Əziz şagirdlər, bu şeyləri etməyək. Niyə? Çünki əgər sizin arzunuzda yoxdursa, məsələn, təhsildə psixoloji xidmət bəzi şəxslər üçün prioritet gəlmir. Ancaq təhsildə psixoloji xidməti anlayış biraz belə deyim də, mənəvi cəhətdən çətinliyimiz var ki, biz ixtisaslara yuxarıdan aşağı baxırıq. Biz məsələn üçün bəzi insanlar psixoloqa get deyəndə deyir, mən dəli deyiləm, dəli həkimlə niyə gedim? Psixoloq dəli həkimi deyil. Psixoloq sənin psixoloji probleminə yardım göstərən bir şəxsdir. Sən necə bir müəllimsən, müəllim kimi şagirdə istiqamət verib düz yolu göstərməyə çalışırsan. Valideynlər, ata-analar nə edir? Övladlarını yetişdirmək üçün onlara düz yol göstərir. Hətta onlarla oturub biz söhbət aparırıq, bunları eləmək olmaz. Səbəblərini aydın eləyirik. İzah eləyirik ki, şagird məsələsində övladı başa düşsün. Valideynlər bunu Bu nədir? Özü bir psixoloji söhbətdir. Özü bir artıq sən özün psixoloq olursan bir valideyn kimi. Və bu gün təhsildə psixoloji xidmət həqiqətən ən prioritet məsələlərdən biridir və ən gözəl ixtisaslardan biridir. Həqiqətən o ixtisasda hər yerdə də iş var. Bütün sistemlərdə, bütün nazirlik strukturlarında, hər birində o xidmətə yer var. Çünki niyə? Bu dəqiqə tələbat onadır. Çox yaxşı, keyfiyyətli bir sahədir. Bəziləri onu bəyənmir. Sadəcə balı yüksək olur, amma istədiyi yerə çatmır deyə götürür təhsildə psixoloji xidməti yazaraq oranın yerini tutur və oranın arzusunda olan şagirdlərin yolunu belə deyək bağlayır. Ona görə də çalışaq özümüzə uyğun ixtisasları seçək. Hər birinizə dinlədiyiniz, izlədiyiniz üçün təşəkkür edirəm və bir daha səsləndirirəm. Bugün valideynimin, atamın 70 illiyi olduğu üçün hər birinizə ilk 70 nəfərə ixtisas seçimi 17 avqust saat 12-yə qədər, gündüz 12-yə qədər, 17 avqusta qədər, 12-yə qədər qiymət 70 manat. Hər birinizə uğurlar. Yoxlanış istəyənlər üçün isə ixtisas seçimi eləyiblər. Yoxlanış istəyirsinizsə, bu sizlər üçün 25 manat olacaq. Yəni ilk 10 yerin yoxlaması 25 manat olacaq. Müraciət eləməyə və bu fürsətdən yararlanmağa tələsin. Hər birinizə təşəkkürlər.